Salam əziz şagirdlər və müdavimlər. Bugün sizə coğrafiya, hidrosfer bölməsi, duzluq məsələlərini izah edəcəm. Vaxt itirmədən dərsimizə keçək. Duzluluq ilk öncə onu bilməliyik ki, 1 litr suda yaxud 1 ton suda bankadır və içərisi dolu sudur. Həmin suya biz müəyyən qədər, məsələn 10 qram təxmini duz töksək və həmin duzu suda qarışdırsaq, bu zaman alınacaq tam duzlu tam olur və suyun duzluluğu artır. Belə olan halda onda biz hiss edəcəyik ki, suda duzluluq əmələ gəldi. Və həmin duzluluğun miqdarını biz nə kiloqram, nə qram, nə metr, nə santimetr, nə kilometrlə ifadə edə bilmərik. Bu zaman biz ifadə etməliyik promilli anlayışından. Yəni duzluluq promilli ilə ifadə olunur. Fikir versək, burada 3 sıfır var və promilli mində 1 deməkdir. Duzluq məsələlərini həll etmək üçün ilk növbədə biz litr, qram və hər tərəfi minə vursaq ton, kiloqram əlaqəsini qurmalıyıq. Bu əlaqəni qursaq, çox asanlıqla duzluq məsələlərini həll etmiş olarıq. Bir də təkrar edirəm, duzluluq promillə ilə ölçülür və 1 litr suda həll olan duzun qramla yaxud 1 ton suda həll olan duzun kiloqramla ifadəsidir. Bir məsələyə diqqət edək. Səhifə 221 birinci hissə, test nömrə 11. Duzluluğu 13 promillə olan Xəzər dənizinin 4 ton suyundan nə qədər duz almaq olar? İlk növbədə bilməliyik ki, duzluluğu 13 promilli deyirsə, bu zaman biz yadımıza salmalıyıq ki, promilli 1 litrdə, yəni 1 litr yaxud 1 tonda olan suda olan duzun miqdarıdır. Yəni 13 promil o deməkdir ki, biz bura ya 1 ton yazmalıyıq, ya da 1 litr yazmalıyıq. Ton yaxud litr olduğunu anlamaq üçün biz ikinci hissəsinə baxırıq. İkinci hissədə bizdə 4 ton soruşduğundan tona diqqət edirik və 1 tonumuzda 13 kiloqram duz varsa, 4 ton suda x kiloqram duz olur. O zaman mütənasibliyi qururuq və 13-ü 4-ə vuraraq 52 kiloqram alırıq. Deməli, duzluğu 13 promil olan Xəzər dənizinin 4 ton suyundan nə qədər duz almaq olar? Cavab 52 kiloqram.